Ötən gün 61 yaşında həyatını itirən sevilən meyxanaçı Ağa Kərim Novruzov Maşrağıda dəfn edilib. Doğru Xəbər Azərbaycan bildirir ki, onun nəşi Maşrağı kəndində yerləşən qəbirstanlıqda torpağa tapşırılıb. Dəfn mərasimində meyxanaçının sənət dostları və yaxınları iştirak edib. Xatırladaq ki, 2017-ci ildə tanınmış meyxanaçının beyninə qan sızmış, bundan sonra onun səhhətində ciddi problemlər yaranmışdı. Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlı ötən gün vəfat edən həmkarı Ağa Kərimin dəfninə əklil göndərib. Əklilin üzərində Rəşad Dağlının adından əziz xatirəsinə sözləri yer alıb. Qeyd edək ki, meyxanaçı Maşrağı qəbirstanlığında torpağa tapşırılıb. Allah rəhmət eləsin.